Salam, xoş gördük. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Daha da yaxşı olmanız üçün nələr mümkün? Bugün sizinlə qadın enerjisi mövzusunda danışacağıq. Qadın enerjisi və şükranlıq. Qadın enerjisinin balansı, qadın enerjisi balansda olanda bu bizə necə təsir edir? Əgər qadın enerjisinin balansı pozularsa, bu bizim həyatımıza hansı ziyanlar verir? Mən xanımları dəvət edirəm. Bu webinar xanımlar üçündür. Xanımlar öz qadın enerjilərini balansda saxlasınlar ki, həyatları da gözəl olsun. Qarşıdan 8 mart Beynəlxalq Xanımlar Günü gəlir, Qadınlar Günü gəlir. Bu webinarı mən qadınlara hədiyyə edirəm. Və webinarın sonunda da sizə xüsusi təklifim olacaq. O təklifi də dəyərləndirərsiniz. Qadın enerjinizi balansda saxlamaq üçün yararlana bilərsiniz. Gəlin başlayaq. Qadın enerjisi nədir? Ümumiyyətlə, hər kəsdə, kişilərdə də, xanımlarda da həm qadın enerjisi, həm də kişi enerjisi mövcuddur. Qadınlarda qadın enerjisi daha çox olur, kişilərdə isə kişi enerjisi daha çox olur. Və bu normasıdır. Yəni, qadınlarda qadın enerjisi daha çox olmağı onun enerjisinin balanslı olması deməkdir. Kişilərdə isə əksinə. Bəs biz necə edək ki, qadın enerjimiz balansda olsun? Balansda olmağını nədən bilərik? Balansının pozulması bizə necə təsir edər? Bunlar haqqında gəlin danışaq. Qadın enerjisinin balansı və şükranlıq. Şükranlıq, şükürdə olmaq qadın enerjimizə necə təsir edir? Qadın enerjimizi necə balanslaşdıra bilər? Bunlar haqqında da ətraflı danışacaq. Qadın və kişi enerjiləri, dişil və eril enerjilər, yin-yang enerjisi də deyilir, bu şəkildə də adlandırılır və bu balans bizdə olanda biz öz funksiyalarımızı düzgün şəkildə icra edə bilirik. Bəs qadın enerjisi bizə nələr verir? Qadın enerjimizin balanslı olması bizi necə göstərir? Gəlin bunlar haqqında danışaq. Qadın enerjisində olan insanlar axıcı olur, almağı, qəbul etməyi bacarır, uyğunlaşmağı bacarır, daxili sakitlik mövcud olur qadın enerjisi balansda olan xanımlarda, intuisiyaları güclü olur. Onlar sevgi verməyi bacarır, qayğıkeş olur, yaradıcı olur. Bu xüsusiyyətlər sizdə varsa da, yerindədirsə, demək ki, qadın enerjiniz normadadır. Qadın enerjisi balansda olmayanda bu bizə çox ziyan eləyə bilər. Xanımlara bu çox ziyan eləyə bilər. Təəssüflər olsun ki, bir çox xanımlar özlərini güclü hiss etmək istəyirlər. Bəli, müəyyən qədər xanıma güc lazımdır hansısa formada. Amma biz güclü olmağı kişi kimi olmaqda görürük. Və biz kişi kimi olmağa başlayanda öz qadın enerjimizin balansını pozmuş oluruq. Bu da yaxşı deyil. Təəssüflər olsun ki, bir çox xanımların böyüdülmə şəkli də buna təsir edir. Zərif olmağı bir utanc kimi təqdim edir valideynlər. Xanım olmağı bir utanc kimi təklif edir. Bu da qadınları özü olmağa maneələr yaradır. Qadınların özü olmağına maneələr yaradır. Ona görə də əgər qız anasısınızsa, çalışın ki, xanım, qız övladlarınızla diqqətli olasınız. Onları oğlan kimi böyütməyin. Onlara qız olmağın utanc olduğunu aşılamayın. Onları öz qızlığından, qadınlığından zövq alaraq böyüdün. Necə gözəl bir canlı olaraq dünyaya gəldiklərini onlara çatdırın. Belə olanda qadın enerjisi də həmin o qızlarda düzgün şəkildə formalaşa bilir. Qadın enerjisi balansda olmayanda nələr baş verir? Qadın enerjisinin balansının pozulması bizə necə ziyan verə bilər? Gəlin bunlar haqqında danışaq. İnsanlar, bəzi qadınlar çalışırlar hər şeyə nəzarət etsinlər. İstəyirlər ki, hər şey onların nəzarətində olsun. Hər şeyi idarə etsinlər. Bu, qadın enerjisinin balansının pozulması deməkdir. Hər şeyi idarə etmək düzgün deyil.
bizdən asılı olan şeylər var, bizim məsuliyyətimizdə olan şeylər var, bizim məsuliyyətimizdə olmayan şeylər var. Biz özümüzə aid olan şeyləri müəyyən qədər tarazlamağı bacarmalıyıq. Bu yaxşı bir şeydir. Amma bizim üzərimizə düşməyən vəzifələri də biz öz üzərimizə götürəndə bu artıq bizim enerjimizi pozur və bu da bizə mənfi təsir göstərir. Qadın enerjisi balansda olmayanda xanımlarda emosional yorğunluq halları baş verə bilir. Hətta bəzən bu tükənməyə də gətirib çıxardır. Və insan öz rahatlığını itirir belə olanda. Bu insanı yorur. Qadın enerjisi balansda olmayan insanlarda sərtlik olur, soyuqluq olur. Onlarda yumşaqlıq olmur. Belə insanlar öz emosiyalarını düzgün şəkildə ifadə eləyə bilmir. Dedim ki, kişi kimi özünü aparmaq. Yəni qadın kimi zərif özünü apara bilmir. Duyğularını düzgün şəkildə qadın kimi göstərə bilmir. Bu da qadın enerjisinin balansının pozulması deməkdir. Qadın enerjisi balansda olmayanlar almağı bacarmır. Qəbul etməyi bacarmır. Bu da çox mənfi haldır. Mən seanslarda da görürəm, marafonlarında iştirak edən xanımlardan da bunları görürəm ki, bir çox xanımlar bu mövzuda çox əziyyət çəkirlər. Yəni almağı bacarmırlar, qəbul etməyi bacarmırlar. Burada qəbul etmək, almaq deyərkən yalnız maddiyyatdan söhbət getmir. Bir çox mövzularda. Gəlin bunun açıqlamasını sizə verim. Misal üçün, qadın enerjisi aşağı olan insanlar kimdənsə kömək qəbul edə bilmirlər. Deyirlər, özüm hər şeyi eləyəcəm. Hər şeyi özüm eləməliyəm. Başqalarının dəstəyini qəbul edə bilmirlər. Maddi olaraq da kimdənsə nəsə qəbul etmək onlara çətin gəlir. Kimsə ona nəsə bir təklif edir ki, məsəl üçün, nəyisə verir, ona qəribə gəlir ki, niyə kimsə mənə nəsə verməlidir və s. Bu da bəzən valideynlərdən də aşılana bilir. Özümüzdə də bu enerjinin balansı pozulanda da biz bunu edə bilirik. Valideynlərimiz bəzən bizə deyir ki, sənə kimsə nəsə versə götürmə, heç kimdən heç nə götürmə. Təbii ki, bəzən doğrudan da kimlərdənsə nəyisə götürməmək lazımdır. Amma bizə əziz insanlar, doğma insanlar, bizə nəyisə təklif eləyəndə, bizə nəsə hədiyyələr verəndə onları alıb qəbul etmək və təşəkkür etmək bizə xoş olan bir şey olmalıdır. Biz onları ayıb kimi, olmaz deyə qəbul etməməliyik. Amma yenə də deyirəm, baxır kimdən və necə qəbul etmək. Qarşımızdakının niyyətini də bilmək çox vacib bir amildir. Yəni, qadın enerjisi balansda olmayan insanlar qəbul etməyi bacarmırlar, almağı bacarmırlar. Daim verici olurlar, özləri verirlər. Bu da kişi enerjisidir. Kişilər verəndir əslində, qadınlar qəbul edəndir. Amma bir çox qadınlar qəbul etməyi bacarmır, amma çox verirlər. Bu da öz balanslarının pozulması deməkdir. Tək maddiyyat yox, öz enerjisini verirlər, öz zamanını həddindən artıq verirlər, həddindən artıq fədakarlıqlar edirlər. Həm həyat yoldaşlarına, həm bəzən valideynlərinə, hətta həm bəzən övladlarına. Bu da onlara çox böyük ziyanlar vura bilir. Ona görə də almağı bacarmaq lazımdır ki, qadın enerjimiz də balansda olsun. Bunlar bir-birindən asılıdır əslində. Qəbul etməyi, almağı bacaraq. Həmçinin qadın enerjisinin balansda olmamağı münasibətlərdə də çətinliklər yaradır. Dostluq münasibətində, sevgi münasibətlərində öz enerjisini idarə edə bilməyən insan münasibətlərini də idarə edə bilmir. Və qarşı cinslə münasibətlərində problemlər yaşayır. Həmçinin də kimdə ki qadın enerjisi, hansı qadında ki qadın enerjisi yüksəkdir, onun balansını tənzimləmək üçün qarşısına çox vaxt qadın enerjisi yüksək insanlar çıxır. Eril enerjisi yüksək olan qadınların qarşısına qadın enerjisi yüksək olan bəylər çıxır. Burada da elə bir ki, rollar dəyişmiş olur. Ona görə siz öz qadın enerjinizi balansda saxlayın ki, qarşınıza çıxan insanda eril enerjisi yüksək bir insan olsun. Belə olanda da biz qarşı tərəfdən şikayət etməyək. Deməyək ki, hər şeyi mən özüm eləyirəm. Qarşı tərəf mənə kömək eləmir. Partnyorum mənə dəstək olmur. Sən o qədər hər şeyi özün eləyirsən ki, partnyorunun
dəstəyinə ehtiyac görmürsən və o da görür ki, sən onsuz da hər şeyi edirsən, deyir elə qoy eləsin də. Yəni kişi işini də qadınlar bəzən özlərinə götürür, qadın işini də özlərinə götürür. Və belə olanda da balans pozulur və kişilər də öz vəzifələrini yerinə yetirmək istəmirlər. Xanım olaraq öz vəzifələrinizi görün. İcazə verin kişilər də öz vəzifələrini görsünlər. Burada balansı pozmayın. Və biz çox verəndə özümüzü bağlamış oluruq. Özümüzü nələrəsə bağlamış oluruq. Misal üçün, xoş söz qəbul etməyə bağlamış oluruq, hədiyyələr almağa bağlamış oluruq, dəstək almağa bağlamış oluruq, sevgi, nəvaziş görməyə bağlamış oluruq. Əslində biz qarşı tərəfləri günahlandırırıq, amma bunların elə bir səbəbi də bizim özümüzdədir. Qadın enerjimizin balansda olmamağındadır. Ona görə də özümüzlə işləyək, öz qadın enerjimizi balanslaşdıraq ki, bu problemlərlə də qarşılaşmayaq. Və təbii ki, burada bizim davranışlarımız, bizim özümüzlə bağlı düşüncələrimiz, duyğularımız hər biri rol oynayır. Və biz bunları nizamlayanda qadın enerjimiz də nizamlana bilər. Qadın enerjisinin aşağı olması xanımların intuisiyalarının da aşağı olmasına gətirib çıxardır. Xanımlar öz daxili səsini eşidə bilmirlər, daxilində olan gücləri görə bilmirlər, öz duyğularını ifadə edə bilmirlər, öz duyğularını hətta yaşaya bilmirlər. Ona görə də bu xanımlar duyğularını aşağı qoyub məntiqlə daha çox davranırlar. Belə olanda da duyğuları yaşaya bilməmək onların hətta daxilində müəyyən xəstəliklərin də yaranmasına gətirib çıxara bilər. Çalışaq ki, bu məsələlərdə də ehtiyatlı olaq, diqqətli olaq ki, bu bizə ziyan verməsin. Və bizim qadın enerjimizin balansının pozulması bizdə müəyyən hormonal problemləri də gətirib çıxarda bilir, yuxusuzluq problemləri bəzən yaşaya bilirik, həddindən artıq stres bizdə baş qaldıra bilir, bəzən olur qadınlarda daxili xəstəliklər yarana bilir, qadınlıqla bağlı. Yəni bunların bir çoxu ortaya çıxa bilir. Yalnız mənəvi olaraq yox, fiziki olaraq da biz müəyyən problemlərlə qarşılaşa bilərik, əgər qadın enerjimiz balanslı olmasa. Bunların qarşısını almaqdan ötürü əvvəl fərqində olmalıyıq ki, bizdə nə var, nə yoxdur, niyə bizim qadın enerjimiz balansı yerində deyil, bunun üçün biz hansı davranışları, nələri etməliyik, özümüzlə bağlı nələri yerinə qoymalıyıq, nələri dəyişdirməliyik. Və bundan sonra bunları etməklə öz qadın enerjimizi balansa salaq ki, həyatımız da yaxşıya doğru dəyişsin. Bəs qadın enerjisi balanslı olarsa, o zaman bizdə nələr baş verir? Gəlin bunlarla bağlı danışaq. Qadın enerjisi balanslı olan insanlarda, xanımlarda daxili sakitlik və rahatlıq hissi çox olur. Yəni bu xanımlar həyatın axışına etibar edirlər. Heç nəyi nəzarətdə saxlamağa çalışmırlar. İlahi düzənə daha çox güvənirlər. Hər şeyin yoluna düşəcəyinə inanırlar. Narahatlıq halında olmurlar. Özlərinə güvəni olur. Lazım olanların lazım olan zamanda baş verəcəklərinə inanırlar. Ətrafa güvənirlər, həyata güvənirlər. Bu, daxildən gələn bir duyğu və hissdir. Hansı ki, qadın enerjisi balanslı olanda biz bunları yaşaya bilirik. Hisslərimizi daha yaxşı yaşaya bilirik və ifadə edə bilirik. Düzgün seçimlər edə bilirik. Yalnız məntiqlə yox, həm də duyğularla yaşaya bilirik. Öz daxili səsimizə qulaq asmağı bacarırıq, özümüzü dinləməyi bacarırıq, özümüzü görməyi bacarırıq, özümüzün fərqində ola bilirik. Münasibətlərimizdə tarazlıq yarada bilirik. Almağı və verməyi bacarırıq. Yalnız verməyi yox, almağı da bacarırıq, qəbul etməyi də bacarırıq. Özümüzə sevgi verməyi bacarırıq və sevgi ötürməyi bacarırıq. Özümüzü bolluq içində hiss edə bilirik.
daxili zənginliyimizi görə bilirik, ətrafımızda olan zənginliyimizi görə bilirik, əlimizdə olanlara dəyər verməyi bacarırıq. Şükranlıq duyğularımız yerində olur. Biz dedik ki, qadın enerjisi və şükranlıq bir-biri ilə necə əlaqəlidir? İnsan şükran duyğusunda olanda, əlində olanları görməyi bacaranda, əlində olanlara şükr etməyi bacaranda onun qadın enerjisi də yüksələ bilir. Mən deyirdim ki, nə edə bilər ki, qadın enerjimiz yüksəlsin? Bir çox şeylər etmək olar. Elə şükür duyğusunda olmaq da qadın enerjisinin balanslaşmasına çox faydalıdır. Biz həm əlimizdə olanları görürük, onlara görə, ilahi düzənə görə, əlimizdə olan hər şeyə görə şükür etməyi bacarırıq. Bu bizim daxilimizdəki gücü də ortaya çıxardır. Biz öz enerjimizlə yaradıcılığımızı da artıra bilirik. Olanlara nəzərən olmayanları da öz həyatımıza çəkə bilirik. Bu da bizim arzularımızın reallaşmasına gətirib çıxardır. Bu bizim işimizdə, münasibətlərimizdə, hər şeyin qaydasında olmasına çox böyük fayda verir. Və qadın enerjisi yerində olan insanlar daha yaradıcı olurlar, daha kreativ olurlar. Qadın enerjisi yaradıcılıqla bağlı olan enerjidir. Yalnız qadınlar yaradıcı ola bilirlər. Yəni, dünyaya biz övlad gətirə bilirik. Bu da yaradıcılıq enerjisidir. Misal üçün, qadın enerjisi balansda olmayan xanımlar bəzən hətta ana olmaqda çətinlik çəkirlər. Səbəblərdən biri də bu olur. Və onların qadın enerjisi balansa düşəndə bir də baxırlar ki, onlar neçə illərdir övlad həsrətində olan xanımlar qadın enerjisi balansa düşəndən sonra özləri də bilmədən övlad gözləyə bilirlər. Bunların hamısı da bir-biri ilə əlaqəli ola bilir. Bu insanlar həmçinin yaradıcı işlərlə də məşğul ola bilirlər qadın enerjisi balansda olanda. Rəqs etməkdir, rəsm çəkməkdir, yazmaqdır. Bax, bunları mütəmadi etmək qadın enerjisini daha da artırır və balanslaşdırır. Və qadın enerjisinin balansda olmağı insanda şükür duyğularını daha da artıra bilir. Bunlar da bir-biri ilə əlaqəlidir. Biz həyatımızda olan gözəllikləri daha yaxşı görə bilirik və olan hər bir şeyi qəbul edə bilirik. Qəbul etməyi bacardıqca da, şükran duyğularımız artdıqca da qadın enerjimiz də artır və balanslaşır. Şükranlıq qəbul etməyi bizə öyrədir. Qəbul etmək isə qadın enerjisinin əsas xüsusiyyətlərindən biridir. Biz şükran duyğusunda olanda həyatın gözəlliklərini görə bilirik. Daha çox ətrafa pozitiv enerji yaya bilirik. Keçmişin yüklərindən azad olmağı bacarırıq. Daim beynimizdə narahatlıq duyğularını saxlamırıq. Gərginlikdir, stressdir, bunları özümüzdən dəf etməyi bacarırıq. Və hər şeyin əslində olması gərəkdiyi kimi olduğunu qəbul edə bilirik. Bir çox insanlar keçmişlə yaşayır, həyatı kaşkilərdən ibarətdir. Kaş ki bunu belə etməzdim, kaş ki bu belə olmazdı, kaş ki vaxtında bunu belə eləyərdim, kaş ki filan kəs bunu etməzdi, kaş ki mən filan kəsə bunu deyərdim, bu belə olmasaydı belə olmazdı və s. və s. deyərək öz həyatımızın axışını dayandırırıq. Amma biz şükran duyğusunda olarsaq, olanları da, olmayanları da qəbul etməyi bacararsaq, gələcəyə doğru da daha düzgün addımlar ata bilərik. Həyata yaxşı tərəfindən baxmağı bacarsaq, mənfi şeylərə yox, olmayanlara yox, olanlara diqqətimizi verməyi bacarsaq, bu bizim həyatımıza daha çox gözəlliklər gətirə bilər. Mən şükür duyğusundan hər zaman danışıram, təlimlərimdə də, marafonlarımda da. Bu duyğunu həmişə özümüzdə saxlayaq və qadın enerjisinə də şükran duyğusunda olmaq çox müsbət təsir edir. Əlimizdə olanların hər zaman dəyərini bilək, şükür enerjisində olaq, əlimizdə olanları görməyi bacaraq. Bunlar bizə çox faydalı olar və enerjimizi də hər zaman yüksək saxlayar.
Duyğularımız, düşüncələrimiz bir-biri ilə əlaqəlidir və təbii ki, enerjimiz də bunlarla çox əlaqəlidir. Bunlar üçü birlikdə bizim həyatımıza, bizim daxilimizə və ətrafımıza çox yansıyır və təsir edir. Mən sizinlə indi bir test bölüşmək istəyirəm. Bu testi edib öz qadın enerjinizin balansda olub-olmadığını yoxlaya bilərsiniz. İndi mən burada qadın enerjisi ilə bağlı müəyyən fikirlər bölüşdüm. Özünüzlə bağlı istəyirəm ki, daha da aydın şəkildə analiz edəsiniz ki, görəsiniz ki, qadın enerjiniz balanslıdırmı? Qadın enerjin balansdadırmı? Sənə verəcəyim 10 sualı cavablandır. Suala bəli və xeyr cavablar verəcəksən. Bəli cavabı olanda barmağını yum. Xeyr cavabı olanda isə heç nə etmə. Sonra say bax gör neçə barmağını yummusan və ona uyğun olaraq dəyərləndirmə aparacaq. Nəticələri mən səninlə bölüşəcəm. Sualları verirəm, cavablarını ver və bəli cavablarını say. Bəli və xeyr cavabı verəcəksən. Sual 1. Həyatın axarına etibar edirsənmi? Yəni, düzənə güvənirsənmi? Bəli, yoxsa xeyr? Bəlidirsə, barmağını yum, xeyirdirsə, heç bir barmağını yumma. Sual 2. Başqalarının köməyini qəbul edə bilirsənmi? Əgər qəbul edə bilirsənsə, bəli, qəbul edə bilmirsənsə, xeyr. Yəni, başqalarından sevgi və dəstək almağı rahatlıqla qəbul edə bilirsənmi? Sual 3. Duyğularını sərbəst və rahat ifadə edə bilirsənmi? Cavabın bəlidirsə, barmağını yum, xeyirdirsə, heç nə etmə. Duyğularını sərbəst və rahat ifadə edə bilirsənmi? Sual 4. Münasibətlərində həm almağı, həm də verməyi taraz şəkildə bacarırsanmı? Cavabın bəlidirsə, barmağını yuma bilərsən. Xeyirdirsə, heç nə etmirsən. Sual 5. İntuisiyana güvənirsən və onu öz qərarlarında nəzərə alırsanmı? Cavabın bəlidirsə, barmağını yuma bilərsən, xeyirdirsə, heç nə etmirsən. Növbəti sual. Yaradıcılığını ifadə etmək üçün vaxt ayırırsanmı? Misal üçün, rəqs üçün, yazı üçün, rəsm üçün, hər hansı bir yaradıcı iş üçün zaman ayırırsanmı? Cavabın bəlidirsə, barmağını yum, xeyirdirsə, heç nə etmə. Növbəti sual. Özünə qayğı göstərmək və istirahət etmək üçün özünə zaman ayırırsanmı? Özünü günahkar hiss etmədən özünə qayğı göstərə bilirsənmi? İstirahət üçün özünə zaman ayıra bilirsənmi? Cavabın bəlidirsə, barmağını yuma bilərsən. Sualı bir daha təkrarlayıram. Özünə qayğı göstərmək və istirahət üçün özünü günahkar hiss etmədən özünə zaman vaxt ayırırsanmı? Bəlidirsə, barmağını yumursan. Növbəti sual. Həyatında bolluq və şükranlıq hissini tez-tez yaşaya bilirsənmi? O duyğuları özündə hiss edirsənmi? Cavabın bəlidirsə, barmağını yuma bilərsən. Növbəti sual. Qadın olmağın sənə güc və ilham verdiyini hiss edirsənmi? Bir çoxları qadın olmaqdan, dediyim kimi, bəzən utanç belə duyurlar. Deyir, niyə mən qadın dünyaya gəldim? Kaş ki, kişi dünyaya gələrdim. Elədirsə, cavabın xeyirdir, bəli deyil. Sualı bir daha təkrar eləyirəm. Qadın olmağın sənə güc və ilham verdiyini hiss edirsənmi? Və sonuncu sualımız. Həyatdan zövq ala bilirsənmi? Özünü harmoniyada hiss edə bilirsənmi? Cavabın bəlidirsə, əlini barmağını yuma bilərsən, əgər xeyirdirsə, yox. Yəni, həyatdan zövq ala bilirsənmi? Həyatından məmnunsanmı? Hər şeyi həyatında qaydasında görürsənmi?
Cavabın bəlidirsə, barmağını yuma bilərsən. Cavabın xeyirdirsə, barmağını yumursan. İndi cavablarınızı sayın və baxın, görün, neçə bəli cavabınız oldu, neçə xeyir cavabınız oldu və dəyərləndirmə aparaq. Gəlin cavabları sizlə bölüşüm. Siz də özünüz üçün qeyd edə bilərsiniz. Əgər verdiyim suallara 8-10 arası bəli cavabı vermisinizsə, 8 cavabı verənlər var, əla. 8-10 bəli cavabı vermisinizsə, qadın enerjin balanslıdır, səni təbrik edirəm. Daxili gücünü və axıcılığını hiss edirsən, həyatın axışına güvənirsən, sevgini və dəstəyi qəbul edə bilirsən və verə bilirsən. Alqışlayıram 8-10 cavabı olanları, bəli cavabı olanları. Keçirəm növbəti cavab variantına. Əgər bəli cavabınızın sayı 4-7 arasıdırsa, qadın enerjin müəyyən səviyyədədir. Bəzi blokajların var. Özünü daha çox qəbul etmək, intuisiyanı dinləmək və şükranlıq hissini gücləndirmək üçün təcrübələr et. Bu zaman blokajlarını aradan qaldıra bilərsən. Və əgər bəli cavabının sayı 0-3 arasındadırsa da, qadın enerjin balanssızdır və hətta kişi enerjisində ola bilərsən. Kişi enerjisində yaşaya bilərsən. Rahatlamaq, həyatın axarına etibar etmək və daha çox qadın enerjisini aktivləşdirmək üçün meditasiya edə bilərsən, şükranlıq təcrübələri edə bilərsən, özünə qayğı göstərə bilərsən. Cavablara baxdınız, dəyərləndirmələrə baxdınız. Uyğun görürsünüzsə yaza bilərsiniz. Əgər kimdəsə qadın enerjisi aşağıdırsa, bununla bağlı mütləq artıq nələrsə etməyə başlasın. Bu test sizin fərqindəliyiniz üçün idi ki, siz baxasınız, görəsiniz sizdə qadın enerjisi hansı vəziyyətdədir, balansdadır yoxsa yox. Əgər cavabınız 3-dən aşağıdırsa, bu artıq yaxşı vəziyyət deyil. Çalışın ki, bu vəziyyəti aradan qaldırmaq üçün öz üzərinizdə işləyəsiniz. İndi mən istəyirəm sizə bir hekayə danışım. Bu metafor bir hekayədir. Bu hekayəni dinləyin və bu hekayədən bir nəticə çıxardın. Öz həyatınızla bağlı. Hekayəmizin adı Sönmüş Şamdır. Gəlin hekayəni dinləyək. Mən danışım, siz dinləyin. Aygün hər səhər eyni qaydada oyanırdı. Yorğun, ruhsuz düşüncələrlə dolu. Həyatı bir təkrara çevrilmişdi. İş, ev, uşaqlar, ev işləri və s. O, əvvəllər rəngli geyimləri sevirdi. Güzgü qarşısında özünə gülümsüyürdü. Saçlarını sevgi ilə darayırdı. İndi isə o güzgüyə baxanda yorğun bir qadın görürdü. Həyat yoldaşının baxışlarında isə əvvəlki marağı hiss etmirdi. Uşaqları onun qayğısını sevsə də, tez-tez əsəbi və narahat olduğunu görəndə onlar da çox üzülürdülər. O hər şey edirdi, amma heç nə üçün vaxtı yox idi. Bəzən içindən qışqırmaq gəlirdi. Mən də varam, mən də hiss etmək, sevilmək, dincəlmək istəyirəm. Amma onu belə edə bilmirdi. Nə duyğularını göstərə bilirdi, nə özünə zaman ayıra bilirdi, nə istəklərini yerinə yetirə bilirdi, nə də heç kəs onu anlamırdı. Bir gün təsadüfən bir köhnə rəfiqəsi ilə rastlaşır. Rəfiqəsi Günay ona baxır və deyir: "Sənə nə olub?" O isə rəfiqəsinə baxanda onun gözlərinin içinin parıldadığını görürdü. Üzündə təbəssüm və xoş aura görürdü. Rəfiqəsi ona dedi: "Çox dəyişmisən. Mən sənin
belə olmağını görməmişdim. Niyə beləsən axı? Aygün belə dedi. Bilmirəm. Elə bil içimdəki işıq sönüb. Həyatım doludur, amma özümü boş hiss edirəm. Günay gülümsədi. Onun əllərindən tutdu və dedi. Mən indi səni gördüm və anladım. Aygün, sən qadın enerjini itirmisən. Sən hər kəsə verirsən, amma özünə heç nə saxlamırsan. Qadın enerjisi torpaq kimidir. Əgər onu qidalandırmasan, quruyar. Bu sözlər bir kibrit kimi Aygünün içində qığılcım yaratdı. O axşam evə qayıdanda güzgüyə diqqətlə baxdı. Gözlərinin içində o işığı axtardı, amma tapa bilmədi. O sakitcə pəncərənin qabağında oturdu. Dərin bir nəfəs aldı və özünü xatırladı. Bir vaxtlar ona zövq verən şeyləri xatırladı. Rəqs etməyi, rəngli paltarlar geyinməyi, kitab oxuyub xəyal qurmağı o çox sevirdi və bunlara həmişə zaman ayırırdı. O düşündü. Niyə mən onları indi etmirəm? Və qərar verdi. Bugündən mən öz işığımı tapmağa çalışacağam. O gündən sonra Aygün yavaş-yavaş dəyişməyə başladı. Səhərlər tez-tez güzgüyə baxıb özünə gözəl sözlər deyirdi. Zamanı olanda rəqs etməyə başladı. Axşamlar sakit musiqi dinləyib, bəzən də gəzməyə, parka, yürüyüşə çıxmağa başladı. Hər gün az da olsa özünə vaxt ayırırdı. Bir ay keçmişdi. Bir gün həyat yoldaşı ona baxıb dedi. Sən elə biraz gözəlləşmisən. İşıq saçırsan sanki. Bunun səbəbi Aygünün öz daxilindəki qadın enerjisini oyatmağı idi. O itirdiyi qadın enerjisini tapıb özündə bərpa etmişdi. Aygün gülümsədi. O anladı ki, qadın enerjisi bir şam kimidir. Əgər ona qayğı göstərməsən, sönər. Amma onun işığını saxlamağı bacarsan, onunla bütün dünyanı da işıqlandıra bilərsən. Bu bir maraqlı hekayə idi. Bunu sizlə bölüşdüm ki, siz də özünüzə baxasınız, görəsiniz, sizdə vəziyyət necədir? Əhvalınız necə olur gün ərzində? Həyatdan zövq ala bilirsinizmi? Ətrafa o işığı yaya bilirsinizmi? Əgər belədirsə, nə xoş. Əgər vəziyyətiniz Aygünün əvvəlki vəziyyətindəki kimi idisə də, siz də Aygün kimi o işığı tapmaq üçün lazım olanları edin. Həyatın qayğıları arasında özünüzü itirilmiş, daxili işığınızı sönmüş hiss edirsinizsə, bunun üçün üzülmək yerinə o işığın yenidən ortaya çıxması üçün lazım olanları edin. Qadın enerjimiz tükənməzdir əslində. Sadəcə biz onları bəzən bastıra bilirik. Bəzən biz onları görmək istəmirik. Bəzən özümüz o qadın enerjimizi saxlayırıq və ondan istifadə etmirik. Bütün xanımlar o daxilində olan qadın enerjisindən istifadə etsin və bununla həm özlərinin həyatını gözəlləşdirsin, həm də ətrafa işıq saçsın. Əgər bunu etməkdə çətinlik çəkirsinizsə, mənim sizə xüsusi təklifim var. Əziz xanımlar, mənim 7 günlük qadın enerjisi marafonum var. Bu marafonda siz xüsusi təcrübələr, xüsusi texnikalar etməklə, xüsusi çalışmalar etməklə, meditasiyalar etməklə, ardıcıl olaraq 7 gün ərzində verilən tapşırıqları yerinə yetirməklə öz qadın enerjinizi balansa sala bilərsiniz. Bu marafonda iştirak edib, 7 gün burada deyilənləri edib, öz həyatınızı işıqlandıra bilərsiniz. Marafona qoşulmağa bütün xanımları dəvət edirəm. Marafondan yararlanıb həyatınızı işıqlandırmağınızı diləyirəm.
Marafonda nələr olacaq? Siz öz qadın enerjinizin mahiyyətini anlayacaqsınız. Günlük praktik məşqlərlə öz enerjinizi yeniləyəcəksiniz. Daxili balansınızı bərpa etmiş olacaqsınız. Şükranlıq duyğunuzu artıracaqsınız. Özünüzü sevmə texnikaları etmiş olacaqsınız. Həyatınıza daha çox sevgi və güc gətirmiş olacaqsınız. Özünüzü və qadın enerjinizi yenidən kəşf etmiş olacaqsınız. Əgər qadın enerjinizi yenidən kəşf edib həyatınızı gözəlləşdirmək istəyirsinizsə, qadın enerjisi marafonuna qoşulun. 7 gün ərzində öz üzərinizdə işləyin və həyatınıza yeni bir nəfəs qatın. Və sizin qadın enerjinizin balansda olmağı həm münasibətlərinizə gözəl təsir edə bilər, həm işinizə gözəl təsir edə bilər. Enerjiniz canlanar, özünüzü daha yaxşı hiss edərsiniz və o enerjini də ətrafa yaymaqla insanlarla münasibətinizi, öz daxili gücünüzü daha gözəl şəklə sala bilərsiniz. Bugün mən sizinlə qadın enerjisi haqqında danışdım. Qadın enerjimizin balanslı olmağı üçün nələr edə bilərik? Balansda olmasa bu bizə necə təsir edər? Balanslı olmağı həyatımıza necə gözəlləşdirər? Bunlarla bağlı fikirlərimi bölüşdüm. Bugün burada məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu marafona sizi dəvət edirəm. Bu təklifdən yararlanmağınızı diləyirəm. Qarşıdan 8 Mart Qadınlar Günü gəlir. Elə bu bayram münasibəti ilə də marafona qoşulmaq istəyən ilk 8 nəfərə mən xüsusi təkliflə marafondan yararlanmağı təklif eləyirəm, xüsusi təklif eləyirəm. Marafonun, qadın enerjisi marafonunun qiyməti 25 manatdır. Amma marafona qoşulan ilk 8 nəfər elə 8 Mart Qadınlar Günü münasibəti ilə sadəcə 8 AZN ödəməklə iştirak eləyə bilər. Bundan daha gözəl necə ola bilər? Bu mənim sizə hədiyyəm olsun. Bu təklifi dəyərləndirib özünüz üçün gözəl bir addım ata bilərsiniz. Öz daxilinizi yeniləyə bilərsiniz. Marafondan faydalanaraq gözəl nəticələr əldə edə bilərsiniz. Marafondakı meditasiyalar çox möhtəşəm meditasiyalardır. Bunlar sizin həm qadın enerjinizi oyadacaq, həm sizin ruhunuzu gözəlləşdirəcək. Xüsusi çalışmalar var ki, bu çalışmaları siz etməklə daha çox məbləğlər ödədiyiniz seanslar qədər gözəl nəticələr əldə edə bilərsiniz. Və sizə bir xüsusi hədiyyə də etmək istəyirəm. Bu marafonda olan meditasiyalardan birinə mən Reiki enerjisi də aktiv edəcəm və bununla da siz həm meditasiyanı etmiş olacaqsınız, həm də qəbul etdiyiniz o xüsusi enerji ilə sizdə qadın enerjisinin balansına mane olan nələr varsa da onları da şəfalandırmış olacaqsınız. Baxın, görün sizə necə gözəl hədiyyə təklif etdim. Bu təklifi dəyərləndirin, özünüzə dəyər verin sizdə. Özünüzə bu hədiyyəni qəbul edin. Dedim ki, qəbul etməyi bacarır qadın enerjisi, almağı bacarır. Mənim sizə verdiyim bu hədiyyəni almağı, qəbul etməyi bacarın, fürsəti dəyərləndirməyi bacarın və gözəl nəticələrə hazır olun. Bugün burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Əgər qadın enerjisi marafonuna qoşulmaq istəsəniz, mənə şəxsiyə yaza bilərsiniz və yaxud da rəy bölməsində yaza bilərsiniz. Mən sizi qeydiyyatdan keçirərəm. İnşallah marafonda iştirak edib öz həyatınıza gözəlliklər qata bilərsiniz. Nə gözəl, gözəl gününüz olsun. Uğurlar hər birinizə. Bugünlük bu qədər. Əgər suallarınız varsa verə bilərsiniz. Suallarınız yoxdursa webinarımızı yekunlaşdıra bilərik. Sualı olanlar verə bilər. Bugün buradan nələr əldə etdiniz? Bunları da öz həyatınıza tətbiq eləyin. Fərqindəliklərinizə görə şükür edin. Biz bugün qadın enerjisi və şükranlıqla bağlı danışdıq. Kimlərdə ki, gördü ki, qadın enerjisi balansdadır, buna görə bir daha şükür etsin. Bu əslində sizin qadın enerjinizin balansını daha da artıracaq.
Qadın olduğunuzla qürur duyun. Buna görə də bir daha şükür edin. Qadın olmaqdan utanmayın. Salam. Ürəklərinizə görə hər birinizə təşəkkür edirəm. Bir dəqiqə. Nəsə yazmısınızsa mən görüm. Yazılar gedir, görə bilmirəm. Təşəkkür edirəm ürəkləriniz üçün, gözəl duyğularınızı mənə ötürdüyünüz üçün. Hər gün özünüzə güzgüyə baxanda gözəl sözlər deyin. Güzgüdə özünüzə baxın, özünüzlə bağlı xoş sözlər deyin. Elə şükranlıqla bağlı istəyirsiniz kiçik bir çalışmanı da mən sizə deyim. Bugün burada. Əslində marafonda çalışmalarımız çoxdur, maraqlı çalışmalarımız. Burada məni izləyənlər üçün bu ürəklərə görə sizə bir hədiyyə edim. Pozitiv xanım, təşəkkür edirəm. Nə edirik? Demək, səhər durdunuz, güzgünün qarşısına keçirsiniz və güzgüyə baxırsınız. Güzgüdə özünüzdə gördüyünüz o gözəlliklərə görə şükür edirsiniz. Ən az 3 gözəlliyi görün və ona görə şükür edin. Demək, mən hər gün səhər yuxudan duranda, işə gedəndə və s. keçirəm güzgünün qabağına, özümə xoş sözlər deyirəm. Mənim övladımın dayəsi mənə baxır, belə gülümsüyür, deyir ki, nə qəşəng özünə sözlər deyirsən. Mən də deyir, səhər yuxudan duranda deyirəm ki, yenə durdum, yenə səhər açıldı. İndən belə sənə baxacağım, mən də elə deyəcəm. Nə deyirəm özümə? Baxıram, deyirəm, sən nə gözəlsən. Şükürlər olsun. Allahım, sənə şükürlər olsun məni belə yaratdığın üçün. Şükür edirəm, qəşəng gözlərim, saçlarım, boyum var. Bundan daha gözəl necə ola bilər? Baxın, bu sözləri hər güzgüyə baxanda özünüz üçün deyin. Şükürlər olsun Allahım, mənə bu gözəl saçları vermisən. Şükürlər olsun Allahım, mənə bu gözəl gözləri vermisən. Yəni, bunları deməklə siz qadın enerjinizi daha da yüksəltmiş olursunuz əslində və şükran duyğusunda olursunuz. Elə şükran duyğusunda olmağın özü həyatımıza gözəllikləri qatır. Hansı ki, biz hal-hazırda özümə şükür mesajım marafonundayıq. Bugün marafonumuzun 2-ci günündəyik. Hər gün bir şükür mesajı mən paylaşıram marafonda və xanımlar o marafonda olan şükür mesajını oxuyur, dinləyir. Bəzən kim istəyirsə yazır və orada olan cümlələrlə bağlı həyatlarında olanların fərqində olurlar və bunlarla bağlı öz şükürlərini daha da artırırlar. Və hər gün bizim dinləmə seanslarımız olur. Bu dinləmə seanslarında da günün mövzusuyla əlaqəli xanımlar özləri ilə bağlı həyatlarında olan şükür səbəblərini bölüşürlər. Birlikdə öz şükür səbəblərimizi bölüşürük, şükürlərimizi artırırıq, bir-birimizə motivasiya veririk və beləliklə də şükür enerjisini yayırıq. Bu marafon da mənim hədiyyə marafonumdur. Bugün 2-ci gündəyik. Kimlər ki indi məni dinləyir, marafona qoşulmaq istəyir, mənə şəxsiyə yaza bilər, marafona qoşula bilər. 21 günlük marafondur, hələ marafon davam edir. Siz də indidən qoşulub marafondan faydalana bilərsiniz. Həm hər gün şükür mesajı ala bilərsiniz, həm də dinləmə seanslarında iştirak edə bilərsiniz. Bu qədər əziz xanımlar, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Qadın enerjiniz hər zaman balansda olsun, şükürləriniz bol olsun, hər zaman üzünüz gülsün, hər zaman pozitiv olasınız, həyatınızda məmnun olasınız. Məni dinlədiyiniz üçün sağ olun, sevgimi sizə ötürürəm. Marafonlarda da iştirak etmək istəsəz, mütləq mənə yazın və qeydiyyatdan keçin. Uğurlar.